Mayın 14-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyəti Bürosunun birgə təşkilatçılığı ilə seminar təşkil edilib. Beynəlxalq Əmək Təşkilatının standartların müəyyənləşdirilməsi və Həmkarlar İttifaqlarının nəzarət mexanizmindən effektiv istifadə mövzusunə həsr olunmuş tədbirin məqsədi beynəlxalq əmək standartlarının tətbiqi və bu sahədə Həmkarlar İttifaqlarının rolunun gücləndirilməsi istiqamətində bilik və bacarıqların artırılmasıdır. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Həmkarlar İttifaqının aparat rəhbəri Ayaz Əliyev Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən söz açıb, seminarın Həmkarlar İttifaqı üzvləri üçün əhəmiyyətini vurğulayıb. Seminarın moderatoru Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin İşçilərin Fəaliyyəti Bürosunun baş mütəxəssisi Qoça Aleksandriya iştirakçılara Beynəlxalq Əmək Təşkilatının missiyası, mandatı və idarəetmə sistemi barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının çoxsaylı konvensiyalarına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul edib. Tədbirdə ratifikasiya olunmuş konvensiyalara əməl olunmasına nəzarət mexanizmləri, o cümlədən Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrin tətbiqi üzrə ekspertlər komitəsi və standartların tətbiqi üzrə komitəsi kimi qurumlarının tətbiq etdiyi müvafiq prosedurlardan bəhs olunub. Seminarda Həmkarlar İttifaqlarının nəzarət mexanizmlərində iştirakı və Beynəlxalq Həmkarlar İttifaqı şəbəkələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq Əmək Təşkilatının Normlex məlumat bazasından istifadə qaydaları üzrə praktiki təqdimat keçirilib.